Diqqət! Salam Azərbaycan! Əziz həmvətənlərim, bildiyiniz kimi 26 mart 2026-cı il tarixdə Ağdam rayonu Yusufçanlı kənd ərazisində vətəndaş mina təmizləmə agentliyinin mina dayan işarələrinə məhəl qoymayaraq minalanmış əraziyə keçərək mina hadisəsinin qurbanı olmuşdur. Allah'tan həmin vətəndaşımıza şəfa arzulayıram. Əziz həmvətənlərim, gördüyünüz bu video azyaşlı uşaqların həyatını necə riskə atdığını bir nümunəsidir. Bu video xarici bir ölkədə çəkilmişdir. Unutmayın ki, Azərbaycan Respublikasının işğaldan azad olmuş əraziləri dünya ölkələrində minalardan çirklənmə səviyyəsinə görə yüksək yerlərdə dayanmışdır. Ona görə də təyin olunmamış ərazilərə keçməyin, icazəsiz heç bir yerə keçməyin. Unutmayın ki, mina öz qurbanını bağışlamır. Sağlam düşünək, sağlam yaşayaq. Hər bir gördüyünüz, tanımadığınız əşyaya rast gəldiyiniz anda aidiyyəti qurumlara dərhal müraciət edin.